Değerli dostlar, hamınızı salamlayıram. Əhməd Akcan, Necati Ceylan və İstanbul Üniversitetinə təşəkkür edirəm ki, məni də bu konferansa dəvət etmişlər. Bir çox dostlar xatırlayır, biz bir neçə il bundan öncə Bakıda Avrasiya Hüquq Qurultayını birlikdə yapdıq. Və Azərbaycan və Türkiyə hüquqçularının daha yaxın olmağa dəvət etdik. Dostluğumuzun səbəbi isə 15 Temmuz zamanı bizim də verdiyimiz Azərbaycan hüquqçularının da bu dərbəyə verdiyi bir dəyər oldu. Çünki zamanında biz də bu dərbələri yaşamışdıq 1994-95-ci yıllarda, 2003-2008-ci yıllarda və yaxşı anlayırıq ki, ancaq hüquqa söykənərək demokratiyaya söykənən dövlətin bir gələcəyi ola bilər. Amma burada olmağımın həm də daha bir başqa səbəbi də var. 2 gün bundan öncə Azərbaycanın Qarabağ bölgəsinə aidiyyəti olmayan, amma Ermənistanla sərhəddə olan Tavuz bölgəsində ermənilər yenə də bir kanunu, beynəlxalq hüququ pozdular, mücadilə başladı. Təbii ki, Azərbaycan ordusu onların qarşılıqlı cavabını vermiş oldu. Amma bu zaman bizim Türkiyənin bizə verdiyi dəstək, o cümlədən dəyərli dostumuz, zamanında millət vəkili kimi birgə çalışdığımız, amma şimdi Türkiyənin Dışişləri Bakanı Mövlud Çavuşoğlu'nun açıqca söylədiyi ki, Türkiyə Azərbaycanın yanındadır. Bu sözlər bizim üçün çox dəyərli oldu. Mən fürsətdən istifadə edib Türkiyə dövlətinə, Türkiyə xalqına, sizlərə özlərinin təşəkkürümü bildirirəm. Heç bir dövlət Ermənistanın yanında, hətta Ermənistana yaxın dost olan dövlətlər Ermənistanın yanındayıq söyləməyə cəsarət etmədi. Çünki Türkiyə artıq söyləmişdi ki, Azərbaycanın yanındadır. Bu bizim üçün çox dəyərlidir, bunu biləsiniz. Ayrıca Covid-19 pandemiyası dövründə Türkiyə dövlətinin və onun Sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğan'a da şükranlarımızı çatdırırıq. Çünki qarşılıqlı olaraq dövlətlərimiz bir-birinə dəstək vermiş oldu. Bir fikri də söyləmək istəyirəm. İndi həm də bir dəb olmuş, zamanında özləri darbə yolu ilə hakimiyyətə gəlmiş, iqtidarda olmuşlar, bizləri demokratik yolda olmamamızı bəzən suçlayırlar. Burada Azərbaycanda və Türkiyədə bir oxşarlıq da var. Bu da yeni bir üsul. İllər öncə narıncı inqilablar, məxməri inqilablar adı altında baş verənlər, amma həm də bir hissəsi darbə idi. Çünki hakimiyyətlər seçki yolu ilə dəyişmədi. Bundan dolayısı Türkiyənin təcrübəsi həm də bizim üçün yararlıdır. Biz Türkiyə ilə birlikdə müsəlman və Türk dövlətləri sırasında ilk dövlətlərik ki, hüquqa söykənən dövlət qurmuşuq. Bunu zamanında bizim Azərbaycanın Xalq Cümhuriyyəti, Məmməd Əmin Rəsulzadə, Topçu Başov, Əli bəy Rəsulzadələr, zamanında dəyərli Atatürk, Mustafa Kemal Atatürk qurdu və biz də bu yolları davam edirik. Biz fəxr duyuruq ki, müsəlman və Türk dünyasında o xalqlarıq ki, demokrasiya söykənirik, hüquqa söykənirik və göstəririk ki, bu təkcə Qərb dövlətlərinin, Avropa dövlətlərinin dəyəri deyil, bu həm də bizim xalqların dəyəridir. Sizlərə uğurlar diləyirəm, bir daha təşəkkür edirəm. Bir daha söyləmək istəyirəm ki, Azərbaycan və Türkiyə xalqları hər zaman birlikdədir və birlikdə olacağımız zaman heç bir darbə, heç bir müharibə, heç bir düşmən bizə qalib gələ bilməz. Çox sağ olun.